şəhər adamı kənddə. Əlimdə indiyə kimi mikrofondan ağır şey saxlamamışam. İndi məni burada işlədirlər. Pomidor yığıram. Biberlərə bax, təbii. Reyhan. Qardaşım onlar mənə gətirib İsmailiyə. 2 şiş kabab yemiş, indi məni işlədirdi. Pomidor yığızdırmıyor. Bunu da yığmaq öz ləzzəti var. Təbii. Super. Belə bir əkmiş oldu, heç nə vurulmur da, heç bir dərman var. Öz şeyinə. Koloji təmiz pomidor, tərtəmiz. Yoğuldu mu? Ay maşallah. Bu da zəhmətimizin bəhrəsi. Belə işlər. Tek yapmamışam ha. Dostlarım. Kənd həyatı başqa bir aləmdir. Gözəldir. Eyni zamanda çətin. Biz çox vaxt gedirik dükandan, bazardan meyvə tərəvəz alırıq. Amma bir çoxumuz dərk eləmirik ki, hansı zəhmətlə, hansı əziyyətlə o meyvə tərəvəz ərsəyə gəlib, onu bəsləyiblər, yetişdiriblər. Sonra onu bizə şəhərə getiriblər, biz də onu sadəcə gəlib alırıq. Böyük zəhmətdir, həqiqətən də. Ona görə eşq olsun kənd zəhmətkeşlərinə. Var olun.